Salam əziz Cəlilabadlılar. Bugün sizi Cəlilabaddan deyil, qonşu rayonumuz Masaldan salamlayıram. Masallı rayonunda İstisu yolu üzərində yerləşən Palma Ailəvi İstirahət Mərkəzini Cəlilabad sakini Kamil bəy götürüb. Keçək Ailəvi İstirahət Mərkəzinin yaxından tanış olaq. Baxın, gözəlliyə bax, təbiətə bax. İstirahət mərkəzimizdə dombiklərimiz də mövcuddur. 2 mərtəbədir. Keçək dombiklərimizdən yaxından tanış olaq. Dombikimizin birinci mərtəbəsi 2 otaqlıdır. İstirahət etmək üçün əlverişlidir. Böyle ikinci otağımızdır. Sanitar otağı və hamam dombikimizin içərisindədir. Belə gözəl də mənzərəsi var. Keçək ikinci mərtəbədən yaxından tanış olaq. Əziz izləyicilər, burada bizim dombikimizin ikinci mərtəbəsidir. Gözəl mənzərəsi var. Nəzərinizə çatdırdığımız sırf ailələrə aiddir. Ailəli şəxslər gəlib rahat istirahətini eləyə bilər. Quzu moçası, şirəli dana, şabalıqlı zilincli, ispanaqlı can əti, kənd toyuğundan çığırtma, vişnəli can əti. Bunlardan da başqa kebablarımız var. Tikə kebab, lülə kebab, içalat kebabı, xan kebabı, toyuq kebabı. Kənd toyuğunun setkada balıqlarımız var, cürbəcür balıqlarımız var. Hər cür balıqlarımız var. Mangalda və yaxud tavada, hər yerdə. Restoranımızın arxa tərəfində açıq setkalarımız da mövcuddur. Belə bir gözəl məkanda istirahət etmək istəyirsinizsə, bizim Cəlilabad sakini Kamil Elşad Həsənovlar qardaşlarını açdığı kafedə, restoranda gəlib rahat istirahətinizi edə bilərsiniz. Gözəl mənzərəsi var, hər kəsin dəstəyini gözləyirik. Bizə dəstək olmaq üçün videomuzu götürün, paylaşın, kayd edin, komment yazın, dəstək olun. Diqqətiniz üçün minnətdarım.